Əgər sənin torpağa aid çıxarışın varsa, sən orada rahatlıqla hər hansı bir tikintini tikə bilərsən. Yaranan indi ən çox suallardan biri də torpaq sahəsi alanda biz nələrə diqqət eləyək sualıdır. Çünki torpaq sahəsi çox adam alır, amma onun sonradan qeydiyyata alınıb alınmaması qalır sual olaraq ortada. Ona görə də biz torpaq sahəsi alarkən bir sıra nüanslar var ki, onlara diqqət eləməliyik. Birinci növbədə həmin torpağın çıxarışının olmasıdır. Yəni bu torpağın çıxarışının olması ilə sərəncam verilməsi arasında fərq var. Çox adam bunu qarışdırır. Əgər sənin torpağa aid belə deyək də çıxarışın varsa, sən orada rahatlıqla hər hansı bir tikintini tikə bilərsən. Yox, əgər sərəncamın varsa, bu sərəncam hüququ sənə orada hər hansı bir tikilini tikməyə imkan vermir. Çünki sərəncamı hər bir kəs verə bilər. Bir məsələ də var ki, əksər hallarda insanlar etibarnamə əsasında torpağına aid bir etibarnaməsi olur və elə düşünür ki, bu etibarnamə əsasında da həmin torpaqda hər hansı bir tikinti apara bilər. Amma etibarnamə də belə bir hüququ torpağı alan şəxsə tanımır. Çünki etibarnamə sənin torpağının üzərində sadəcə təmsilçilik hüququ verən bir sənəd hesab olunur.